Salam hörmətli dostlar. Bu günləri istəyirəm sizə göstərim. Ümumiyyətlə belə bir qeyri-adi video olsun. Ümumiyyətlə mobil operatorlarda olan internet danışıq qiymətləri və bu məsələlərə baxış keçirdək və ümumiyyətlə baxaq görək mənə görə, yəni mənim fikrimcə hansı mobil şəbəkə daha yaxşı xidmət göstərir və hansından mən istifadə etmək istəyərdim. Hal-hazırda mən hər 3 mobil operatordan istifadə edirəm, çünki nömrə çox lazım olur və ola bilsin ki, müəyyən vəziyyətlərdə müəyyən hansısa bir xidmət hansısa bir servis müəyyən mobil operatorda var. Bütün hallarda xatırladım ki, mənim videom heç bir halda hansısa mobil operatorun belə deyək də reputasiyasına qara yaxma videosu deyil. Sadəcə olaraq öz fikrimi bildirirəm və hansı internet daha sərfəlidir, hansı mobil operatoru mən seçərdim, onu göstərirəm. Bütün hallarda belə deyək də informativ bir video xarakteri video çəkirəm ki, bu haqda görək nə var nə yox. Hal-hazırda mən burada çox da böyük paketləri götürmürəm. Sadəcə aşağı səviyyə paketlər götürürəm. Yəni ucuz paketlər 6, 10, 15 manatlıq. Hansılar ki, hər kəs məsəl üçün özü üçün ala bilər. Məsəl üçün maaşından mən qədər ayrı bu paketlərdən istifadə edərək mobil operatordan, yəni nə qədər evdə Wi-Fi-ın olsa da, dəxli yoxdur, harda olsan da, Wi-Fi hər yerdə olsa da, müəyyən müddətlər gəlir ki, sənə mobil internet lazım olur və görək hansı operator daha sərfəli mobil internet verir, daha yaxşı imkanlar verir mobil operatorlardan qiymətlər üzrə. Başlayırıq Narmobile'ın qiymətlərinə baxırıq. Burada gördüyünüz kimi mən yenə də aşağı səviyyəli paketlər, yəni ucuz paketlər götürmüşəm və ən yaxşı halda 15 manatlıq paketi müqayisə edəcəm bütün operatorlar arasında. Hal-hazırda 15 manatlıq paketdə bizə Narmobile nə verir? 500 dəqiqə verir və 2 GB verir. Hansı ki, ay ərzində istifadə edə bilərik. Ölkə daxili olduğuna görə məlum məsələdir ki, ölkə daxili, yəni siz 012-yə zəng eləyəndə bu 500 dəqiqədən gedəcək. Yəni SIM, cinnar, fərqi yoxdur, bütün operatorlara 500 dəqiqə verir. Çevir təklifi verir burada və bonuslar yanmır. Əgər qalsa təbii ki, yanmayacaq. Təbii 2 GB nədir ki, o yanmaya da. Məlum məsələ ki, 2 GB, yəni sən sadəcə olaraq əgər belə deyək də, hansısa bir rayona getsən və orada sən açıb interneti WhatsApp-a girsən və kiməsə bir dənə video zəng eləsən, kiməsə bir şəkil göndərsən, sən artıq 2 GB-ı 2 və yaxud 3 gün orada məhv eləyəsən. Və təbii ki, bu böyük bir məbləğ deyil. 2 GB və bonuslar yanmır məsələsinin üstünə X qoyulub, çünki məlum məsələ ki, zaten sən bunu artıq istifadə edib tutaracaqsan. Yəni sadəcə təsəvvürlə bu nə deməkdir? Maşınla gedirsən, benzin vurursan və tutaq ki, buradan gedirsən Gəncə şəhərinə və 40 litr benzin vurursan maşına və sən bilirsən ki, sən Gəncəyə qədər 40 litri xərcləməsən, sənin Bakında qalacaq. Və məsəl ki, Gəncəyə qədər sən 40 litri yəqin ki, xərcləyəcəksən. Gəncəyə qədər, yəni Bakıdan Gəncə şəhərinə qədər. Və belədir. Yəni bonus yanmır məsələsi biraz yəni o məsələ deyil və mən bu məsələyə elə də yaxşı yanaşmıram. Və bonus yanmır məsələsinin üstündən bax belə bir qara bir xətt çəkirik. Çevir təklifi isə heç sərfəli bir təklif deyil. 70 qəpik isə ya 50 ya da 70 qəpik arasıdsa sən əgər sənin 500 dəqiqən qalıbsa və sənin gigabaytın bitibsə sən onu gigabayta çevirsən və yaxud əksinə 70 qəpik ödəməklə. Yəni 70 qəpik ödəməklə sən bunu 3-4 dəfə eləyəcəksənsə, elə 3-4 manata hansısa bir paketi götürüb, internet paketini götürsən daha yaxşı olar. Bu çevir təklifindən istifadə etməkdənsə. Və məlum məsələdir. Burada gördüyünüz kimi bizə nə verilir? 500 dəqiqə 2 GB 2 dənə təklif verirlər ki, hansılar ki, yenə də deyirəm, mənim özümə sərf eləməzdir və mən bu təkliflərdən faydalanmazdım. Təklif əslində sərf eləyir kimə? Məsəl üçün mənim rayonda olan bir məsəl üçün əmim var, onun gigabayt ona lazım deyil və o hər ay bu paketi məsəl üçün götürəndə gigabaytları dəqiqəyə çevirir ki, məsəl üçün 70 qəpik ödəyib gigabaytları dəqiqəyə çevirir ki, daha çox dəqiqə. Yəni elə adamlar. Amma müasir məsəl üçün hal-hazırki vəziyyətdə təbii ki, çevir təklif elə bir yaxşı təklif deyil. Gedirik Baksel şəbəkəsinə. Baksel şəbəkəsində biraz dəyişir və gördüyünüz kimi 14 manat 90 qəpik 28 gün. Problem bir şey deyil, 3 günə görə dözmək olar. Star 6 GB var. Harada ki, bizə ölkə daxili 550 dəqiqə verir. Nardan 150 dəqiqə çoxdur. 6 GB internet verir. Hansı ki, nardan yenə də 4 GB çoxdur və bu nardan demək olar ki, 3 dəfə yox, yəni 3 dəfə demək olar ki, yəni 300% çoxdur, yəni 6 GB, 6-nı biz 2-yə bölsək 3 alınır, bəli 300% çoxdur və bonus internet deyilən bir şey var burada. Təbii ki, bu da xərclənilir Telegram və WhatsApp-da yazdığınız mesaja, yəni mətnə. Siz şəkil video göndərsəz artıq buradakı olan gigabaytdan istifadə olunacaq. Digər paketlərə təbii ki, hər kəs özü internetdə girib baxa bilər. Müzakirə olmalı bir şey deyil ki, hər paketi ayrı-ayrıda müzakirə edək və hal-hazırda biz 15 manat civarında olan paketə əsasən baxıb keçirdirik. Yəni mən bunu belə deyək, orta bir rəqəm kimi görürəm. Çünki hər kəs telefondan 15 manat məsəl üçün ola bilər ki, imkan eləsin, vursun və əgər mobil internet və zənglərdən istifadə eləsin. Və ADSL şəbəkəsi də həmçinin 15 manatda öz ampulasında 6 GB, hansı ki, yenə də Baksel ilə eynidir, amma Narmobile'dan
yüksəkdir və 400 dəqiqə verir. 400 dəqiqə verir. Burada bizdə ən çox dəqiqəni verən yenə də Baksel şəbəkəsidir. Hansı ki, mənə görə ki, təzəliklə bu rəqəmlər qoyulub. Bura əvvəllər belə bir qiymətlər yox idi. Daha az dəqiqə verirdi. Səhv etmirəmsə, Bakseldə bu 550 dəqiqə əvvəl şəbəkə daxil idi. Səhv etmirəmsə, bəlkə də səhv edirəm, deyəm mənə. Amma hal-hazırda gördüyünüz kimi də 6 GB 400 dəqiqəni də bizə verir Azercell və Azercell sözünəsə mənasında, yəni mən yenə də deyirəm, hər 3 operatordan istifadə edirəm. Azercell çox yerdə şəbəkə problemi mən yaşamışam açığı, yəni bu gizlədilmiş dağılmaz bir faktdır. Və hal-hazırda mən düşünürəm ki, ən yaxşı vəziyyət Bakselin Star 6 paketindədir, hansı ki 550 dəqiqə ölkə daxili və 6 GB internet verir. Və yenə də deyirəm ki, digər ölkələrə baxmış, Gürcüstana baxmış, Rusiyaya baxmış, bizdə yenə də hər şey çox bahadır. Bu məlum məsələdir. Mobil operatorlar bizdə çox bahadır. Ümid edirəm ki, asansı qiymətlər aşağı düşəcək. Hətta bu yaxınlarda xəbərlər bilmirəm, baxdınız, baxmadınızsa, Elon Musk Starlink'in də Azərbaycanda işlədiyini dedi və ümid edirəm ki, internet qiymətləri biraz aşağı düşə bilər. Amma yenə də internet və ümumiyyətlə mobil xidmətlər hələ ki baha qiymətdə qalır, amma hal-hazırda yəni 3 dənə belə deyək də o istəsən də, istəməsən də söhbətidir burada. Məcbur olaraq, məsəl üçün, Baksel şəbəkəsindən istifadə etmək olar və 14,90 qəpiyə 550 dəqiqə danışıq və 6 GB internet yenə də biraz daha əlverişlidir. Düşünürəm ki, digər operatorlara baxmış. Normal artıq demək olar ki, GB sayına görə, yəni 2 GB-dır burada biz nəzərə alsaq, yəni o deyil. Yəni seçim qalır Azercell və Azercell və Baksel operator arasında. Kimdəsə Azercell varsa, o təbii ki, bir neçə dəqiqəyə görə, yəni 150 dəqiqəyə görə öz nömrəsini istifadə edib, yəni davam edə bilər. Kimsə deyə bilər ki, mən təzədən Baksel nömrəm alıram. Yox, yəni istifadə edə bilər. Amma nar həqiqətən də çox acına sağlıqdır. Düzdür, dəqiqə sayı demək olar ki, digərlərindən zəng yaxşıdır. Amma internet gigabayt, yəni məndə bir dənə sadəcə olaraq bu tarifi tətbiq edən adamın tam olaraq mənə marketoloq, yaxud belə deyək də, bizim dildə desək, kripto dilində market maker adamın, yəni kim ki bunu təyin edib, 10 manata da 2 GB və 15 manata da 2 GB və bu nə deməkdir, mən tam olaraq bilməm, yəni ən azından digər operatorlara da baxsaq, yəni əgər qiymət artırsa, GB da artır, burada gördüyünüz kimi GB da artır, ADS-də də elədən üçün, amma normal nədənsə 10 manatlıq paketlə 15 manatlıq paket arasında 2 GB və ya yenə də 2 GB. Hər yerdə 2 GB qalır. Bu nədir, necə düşündü bu tətbiq olunub bilmirəm. Amma ümid edirəm ki, asansa cavabını bilərik. Kimsə bilirsə kommentlərdə yazsın cavabını və bilək. Amma hal-hazırda biz məlum məsələdir, Baksel ən yaxşı vəziyyətdir. Bu aslında bir reklam xarakterli videozat deyil. Mən burada kimdənsə pul zad alıb videozat çəkməmişəm. Çünki düşünürəm, yox, Baksel sən nəsə. Baksel məni tanımır da. Ancaq nömrəm bilir. Uzaqbaşı, çünki cin nömrəm var. Və yəni yeganə budur. Yeganə ümid yerimiz hələ ki Bakseldir və ümid edirəm ki, gələcəkdə Narmobildə bəlkə də bizim ümid yerimiz olar, ucuz qiymətlərlə Azercell də ola bilər. Amma fakt olaraq qalır ki, burada hal-hazırda ən yaxşı vəziyyət Star 6 GB-dadır və təbii ki, məsəl üçün mən Star 8 GB götürəcəm, çünki mənə biraz internet daha çox lazım ola bilər. Amma Star 6 GB-da yəni pis deyil. Bu qədər dostlar, özünüzə müğayət olun. Videonu mütləq şəkildə like edin, mütləq şəkildə öz kommentlərinizi yazın, fikirlərinizi yazın ki, mobil operatorlardan nə dərəcədə razısınız və yaxud da razı deyilsiniz. Görək, mənim kimi adamlar nə qədər var.